Sperma analizindən əvvəl edilən ən böyük 4 səhv. 1. Çox qısa və ya çox uzun olan cinsi pərhiz. Yəni ən idealı hansıdır? 3-5 gün arası. 3 gündən aşağı spermatozoidlərin sayı və spermin həcmi aşağı ola bilər. Gec olanda isə, yəni 5 gün üstündə sperma hərəkətliliyi və canlılığı azala bilər. Nə olur? Artıq 5 gündən sonra spermalar qocalmağa başlayır. 2. Xəstə olanda, hər hansı bir qrip keçirdiyimizdə, temperaturumuz olanda, infeksiyon bir xəstəlik keçirdiyimizdə sperm analizi verilməz. Mütləq üzərindən 1 ay keçməsi lazımdır. 3. Alkol qəbul edilən günün ertəsi sperm analizi vermək olmaz. 4. Nümunəni laboratoriyaya gec çatdırmaq. 30 dəqiqə müddət içərisində laboratoriyaya artıq bu analiz girməsi lazım. Bu səhv analiz nəticələri sizə səhvən olaraq sonsuzluq diaqnozu qoya bilər. Ona görə bu qaydalara riayət etməyi unutmayın.